Hello, salam, necəsiniz? İlk dəfədir ki, iş yerimdə sifarişimlərimi açacağım. Baxın görüm nə gəldi, nə gəldi. Bu dəfə vaxtında gəldi. İlk dəfədir işimdə və telefonda, təzə telefonda sifarişlərimi açıram. Bu sifarişi eləyəndə 2 ay əvvəl sifariş eləmişdim. Tam vaxtında gəldi. Səbirsizliklə gözləyirdim mən. 2 dənə sifarişim vardı. Səbirsizliklə gözləyirdim. Bu nədir bilirsiniz? Selfie çubuğu. Qara rəng istəmişdilər müştərim. Mən də qara rəngdə gətirdim. Belə selfie çubuğudur. Belə. Özümə damışdım, patilisa. Sonra Allah. Allah, bu çok balacadır. Bəlkə çəkməyəcəm, çünki bu kağız mənə lazım olur. Bəzən müştərim sirqa üzüm alanda, ya boyun bağı alanda lazım olur. Koydum içine. Bunun qiyməti 5 manat idi. Çox balaca. Şam qabı. Nəsə. Bu nədir? Mən bu nəydi bu? Bunu unutmuşam, çoxunu unutmuşam. Sizin səbirsizlə gözləyirəm. Biri bu idi. Şam qabı, ikisi şam qabı idi. Onu səbirsizlə gözləyirdim. Bu nədir? Çox maraqlıdır. Mənə qulaqlıq olmalıdır. Hə, qulaqlıq yerində qulaqlıq. Baxın, özüm üçün sifariş eləmişəm. Çox gözəldir. Pəncərəyə baxıram ki, müştərim gəlirmi, gəlmirmi? Adaptör. Özüsü. Okey, bu mənlikdir. Sonra bu nədir? Hə, bu nədir bilirsiniz? Şam üçün çubuqlar. Belə göstərim. Bunun qiyməti 7 manat, 8 manat nə idi? Qiyməti belə idi, gördüyünüz kimi. Bu kağızları atmayacağım. Az əvvəl dediyim kimi müştərim bir şey alanda içine koyuram. Yani hiçbir şey atmıra bilirsiniz ki. Ay sonunda bak bunun qiyməti yani şəkildəki kimi dəyər, qiyməti də dəyər. Şəkildəki kimi çıxdı amma bilmirəm. Dəyərmi, dəyməzmi qiyməti. Yorgunam deyə üzrlü sayı səhvlaşa bilirəmsə. Qəşəngdir, süper. Bunun 2 dənəsi var idi, xarxadıdır biri. Səhv eləmirəm, 2 dənəsi eləmişdim. Sonra deyəcəksiniz ki, bura niyə çirətmişsiniz? Narahat olmayın, buranı təmizləyəcəm. Gündə 3 dəfə təmizləyirəm mən buranı. Bu arada qəşəng güllərim gəlib. Az sonra video çəkib axşam paylaşacağım. Bu da adaptör. Eyni sipariş üçün gətirmişdim almağa. Biri ağ, bir qaradır. Səhv eləmirəmsə, yanlış xatırlamıramsa, bilib netin üstünə qoyun, sonra götürəcəm, narahat olmayın. Orada qalmayacaq. Dibində ağ və qara. Bu belə şu qəşəkdir. Mən özümə götürdüm belə şu qəşəkdir. Sonra qalıqları qoyaq. Bu nədir? Mən unutmuşam. Hə, bu nədir bilirsiniz? İndi deyəcəksiniz ki, aşağı evinizdə sıçan var. Xeyr, evimizdə sıçan yoxdur. Sadəcə
Bunu niyə qoyuram bilirsiniz? Yəqin məhəllədə yaşayanlar bilirsiniz və yəqin bilirsiniz ki, məhəllədə olan insanları, yəni heyvanları, itin, pişiyin, toyuğu, cücəni, ən çox toyuq, cücəni, sıçan böyünü, nə deyirlər ona, yadıma çıxdı. Bilirsinizsə yazında xahiş edirəm. Fare idi, nə idi adı? Pars. Pars üçün. Məhəlləmizdə pars olmaması üçün parslar və sıçan tutmaq. Belə qoyursunuz yeməyi. Görürsünüz, yeməyi bura qoyursunuz. Pars və ya sıçanı tutursunuz. Başqa? Bu qədər. Bitti. Siz ağarsınız, mən sizə deyim. Sibruk hədiyyələrə gəlirsiniz. Təbii güllər, sonu güllər. Gördüyünüz kimi yuxarıda sonu güllərim var. Çox gözəldir. Həm ucuz, həm sərfəlidir. Səmənlər özüm qoymuşam. Süper səmənlərimdir. Az qalıb, çox qalmışdı. Çox qoymuşdum. Təxminən 100-150-dən qoymuşdum. Təəssüf ki deyirəm, çünki sizin əziz müştərilərim üçün çox təəssüf ki, hal-hazırda 20-22 dənəsi qalıb. Gəlin, alın. Ölənlərin də Allah rəhmət eləsin, torpağı yumuşaq olsun. Qara bayramdır bugün, səhərdə qara bayramdır. Qara bayramı üçün səmənlər, sonu güllər, təbii güllərim var təbii ki. Sadəcə qara bayramı üçün də deyib, Novruz bağçam özüm eləmişdim. Canlı yayında paylaşmışdım, açmışdım, göstərmişdim. Çoxları gördünüz. Onlardır. Sonra göbələk gülüm də var. Az sonra paylaşıb, axşam üzr istəyirəm, yorğunam deyə səhv deyirəm. Biraz sonra videomu çəkəcəm, axşam paylaşacağım. Bu arada çoxları bilirsiniz, yəqin bilirsiniz, bilməyənlər üçün deyirəm. Mən şəkilləri video kimi eləyirəm və ödənişlidir. Hər video qiyməti, öz qiyməti var. Məsələn, 15 saniyəli 1 manatdır, 30 saniyəli 2 manatdır, 45 saniyəli 3 manatdır, 1 dəqiqə 4 manatdır, 45 saniyəli də 5 manatdır. Hərəkət edən videolar çox xüsusi mənim videolarımı görürsünüz ki, hərəkət edir. Yəni onların qiyməti də 6 manatdır. Yəni doğrudan da, yəni ciddi tərəfdə istəyən olsa, WhatsApp nömrəmi, bir dənə nömrəm var, 2 dənə nömrə var idi. Köhnə telefonda bir yandı getdi, 051 olan, 37-dən qutaran o yandı. Hal-hazırda 50-dən, yəni burada simdir, o da simdir, fərqi yox idi. O 51 yandı. Niyə deyirəm? Çünki mənim o köhnə daim müştərilərim var idi. Onun üçün deyirəm ki, yəni ay müştərilərim, o nömrəm bilən ay müştərilərim, o nömrəm yanıqdır deyə sizə cavab verə bilmirəm. Xahiş edirəm mənə TikTokda və ya bütün sosial şəbəkələrdə mənə yazıb bu nömrəmi yaza bilərəm. Qolsa çəkəcəm, eybi yoxdur. Canı sağ olsun, nə deyim. İstəyən olsa video çəkib paylaşa bilərəm. Videomu bəyənmə, videomu paylaşıb, videomu kanalıma abunə olmayı unutmayın. Özünüzə yaxşı baxın. Bye bye.